Blok imtahanına hazırlaşanlar üçün növbəti isbat sualının izahına baxaq. Düzbucaqlı üçbucağın xarici oblastında diametrləri bu üçbucağın tərəfləri olan yarımdairələr qurulmuşdur. İsbat edin ki, katetlər üzərində qurulmuş yarımdairələrin sahələri cəmi hipotenuz üzərində qurulmuş yarımdairələrin sahəsinə bərabərdir. İlk növbədə bu üçbucağı adlandıraq. A, B, C düzbucaqlı üçbucağı. Biz birinci dairənin sahə düsturundan istifadə edirik. Dairənin sahə düsturu belədir. Pi r kvadratı. Biz buradan r-i diametrindən əvəz eləsək, radius diametrin yarısı olduğundan diametrin yerinə d bölünsün 2 yazacağıq. Kvadratı bərabərdir. Pi d kvadratı bölünsün 4. İndi bu sahələri adlandıraq. Bura S1 sahəsi olsun, bura olsun S2, burada olsun S3 sahəsi. Ardıcıl olaraq bu sahələri tapaq. S1 sahəsi bərabərdir. S1 dairəsinin diametri AB olduğundan onun yerinə yazacağam. D vurulsun AB kvadratı bölünsün 4. Ancaq burada yarım dairə olduğuna görə 2-də 1-ə də vurulur. Bu da olur. Pi vurulsun AB kvadratı bölünsün 8. Eyni qayda ilə S2 də bərabərdir. Pi vurulsun AC kvadratı bölünsün 4. Yarım dairə olduğundan 2. S3 üçün də pi vurulsun BS kvadratı bölünsün 4. Vurulsun 1/2. Bunları sona çatdıraq. Pi vurulsun AC kvadratı bölünsün 8. Burada da pi vurulsun BS kvadratı bölünsün 8. İspat eləməliyik ki, burada S1 üzərinə gəlsin S2 bərabərdir S3 olmalıdır. Buradan pi vurulsun AB'nin kvadratı bölünsün 8 üzərinə gəlsin. Pi vurulsun AS'nin kvadratı bölünsün 8 bərabər olmalıdır. Pi vurulsun bölünsün 8'ə. Hər tərəfdən pi bölünsün 8'i mötərizə xaricdən çıxardıb AB kvadratı üzərinə gəlsin AC kvadratı bərabərdir. Pi bölünsün 8 vurulsun BS kvadratı. AB kvadratı üzərinə gəlsin AC kvadratı bərabərdir BS kvadratı olar. Düzbucaqlı üçbucaq olduğundan Pifaqor teoreminə görə də bu bərabərlik doğrudur. İspat olundu.